Müqəddəs dinimizə, İslam'a göre insanların ibadeti üçün məscid ve camilər inşa etmək, Allah'ın evini gözəlləşdirmək ve zinətləndirmək, Allah'ı, İslam'ı, Peyğəmbəri ve onun pak əhl-i beytini tanımak ve tanıttırmak, sevmek ve sevdirmek mübarek bir iş, kutsal bir görevdir. Bu görevi omuzlarında daşıyan, bu əzəmətli ve möhtəşəm sənət əsərini ərsiyə gəlməsində əməyi olan bütün qardaşlarımıza sonsuz təşəkkürümü bildirirəm. Onu da demək istəyirəm ki, ibadət üçün camilər inşa etmək çox önemlidir. Ama camiler kadar İslam kültürünü yaymak ve tanıtmak da önemli bir vazifedir. Burası cami olmakla beraber hem de bir kültür merkezidir. Demek ki bura yalnızca cami değil, aynı zamanda bir aydınlanma mekanıdır. Buradan etrafa manevi ışık, nur yayılacaktır inşallah. Değerli dostlar, Böyük Önder Gazi Mustafa Kemal Atatürk deyirdi ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Milli liderimiz Heydər Əliyev ise Azərbaycan ve Türkiye bir millet, iki dövlətdir demiştir. Bugün Azərbaycanla Türkiye'nin dostluğuna ve kardeşliğine benzer başka bir numune yoktur. Azərbaycan-Türkiye kardeşliği sarsılmaz ve ebedidir. Bu kardeşliği bütün alanlarda daha irəli götürmek bizim ümdə görevimizdir.